olsun yiğitlere, yaşasın Azerbaycan, var olsun mert milletim, yaşasın Azerbaycan. Sen galipsen, bütün dünya hele benden danışır. Oğullar yurdu, ana vatan zafer sana yaraşır. Eşk olsun yiğitlere, yaşasın Azerbaycan, var olsun mert milletim, yaşasın Azerbaycan. Yurdumuz öz sırasçar oğluna arkalandı. Bayrağımız renglenmiş torpakla dalgalandı. Doğalın selvi ruhu canı Azerbaycan'dır. Eşk olsun yiğitlere, yaşasın Azerbaycan, var olsun mert milletim, yaşasın Azerbaycan. Sen galipsen, bütün dünya hele benden danışır. Oğullar yurdu, ana vatan zafer sana yaraşır. Eşk olsun yiğitlere, yaşasın Azerbaycan, var olsun mert milletim, yaşasın Azerbaycan. Sen galipsen, bütün dünya hele benden danışır. Oğullar yurdu, ana vatan zafer sana yaraşır. Eşk olsun yiğitlere, yaşasın Azerbaycan, var olsun mert milletim, yaşasın Azerbaycan. Olsun yiğitlere, yaşasın Azerbaycan, var olsun mert milletim, yaşasın Azerbaycan. Yeddi A sınıfının təqdimatında hazırlanmış, güzel Zəfər gününə həsr olunmuş Zəfər qoxulu 5 il adlı tədbirimiz sona yetti. İndi isə sözü Vüqar müəllimə verək. Vüqar müəllim, buyurun. Əziz müəllimlər, hörmətli qonaqlar və dəyərli şagirdlər. Bugün biz böyük fəxarət və qürur hissi ilə Azərbaycanın Zəfər gününün 5 illiyini qeyd edirik. 8 noyabr xalqımızın tarixinə qızıl hərflərlə yazılmış, azadlıq, birlik və ədalət rəmzinə çevrilmiş bir gündür. 5 il əvvəl 2020-ci il noyabrında 44 günlük vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, igid əskər və zabitlərimizin şücaəti sayəsində Şuşa şəhəri azad olundu və bununla da böyük zəfər elan edildi. Bu qələbə təkcə torpaqlarımızın azadlığı deyil, həm də xalqımızın birliyinin, milli ruhunun və tarixi ədalətin bərpası idi. Bugün Azad Qarabağda üçrəngli bayrağımız dalğalanır. O torpaqlarda həyat yenidən canlanır. Biz bu möhtəşəm qələbəni bizə bəxş edən şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyirik. Onların qəhrəmanlığı, vətən sevgisi və fədakarlığı gələcək nəsillər üçün əbədi örnək olacaqdır. Qazilərimizə isə minnətdarlığımız sonsuzdur. Onlar zəfərimizin canlı simvoludur. Əziz uşaqlar, qoy bugün biz hamımız bir daha söz verək ki, vətənə, bayrağa və torpağa olan sevgimizi daim qoruyacaq. Ölkəmizin güclənməsi üçün çalışacaq.
Qoy zəfərimizin 5-ci ili xalqımıza daim sevinç, firavanlıq və birlik gətirsin. Yaşasın Azərbaycan, Qarabağ, Azərbaycan. Bugün burada qanı ilə, canı ilə dövlətimizə xidmət etmiş şəhidlərimizin və qazilərimizin adları çəkiləcək. Şəhid anası İbrahimov Xeyrullahın anası Xalidə xanım, şəhid anası Əzizzadə Xalqın anası Nigar xanım, şəhid anası Hümbətov İlqarın anası Dilarə xanım, qazimiz Ələsgərov Xəzər, qazimiz Sadıqov Bəhruz, veteran İlxan Mustafayev, qazimiz İbrahimov Nazim və Mirzəyev Zöhrabın qardaşı Mirzəyev Rüstan burada qonağımızdır. Və onların hər birinə istərdik ki, söz verək və çıxışlarını dinləyək. Çox sağ olun. Bugün çok büyük gündür. Bugün 116 minlərli məktəb qələbə gününü, zəfər gününü qeyd edir. Mənim üçün bu məktəbin özü çox müqəddəsdir, çox əzizdir. Çünki mənim balam bu məktəbdə təhsil almışdır. 44 günlük müharibə dünyada heç bir yerdə 44 gün ərzində torpaqları qaytarmaq heç bir dövlətə nəsib olmamışdır. O bizim dövlətə nəsib olmuşdur ki, 44 gün ərzində bizim şəhidlərimiz, qazilərimiz canları bahasına vətən deyib irəli getmişlər. Mənim oğlum 4-cü Ordu Korpusunun artilleriya rəisidir, polkovnik leytenant İbrahimov Xeyrulla. O orduya yollananda artıq müəyyən səbəblərdən özü təxris olunmuşdu, könüllü getdi və gedən kimi ona bu vəzifəni verdilər. Mən ona dedim, oğul, bəlkə getməyəsən, ona görə yox ki, vətəni sən qorun, dedi, yox ana. Mənim bildiyim koordinatları artillerist kimi heç kəs bilmir. Mən vətəni belə qoya bilmərəm. Mən getməyəsən sözü nəyə görə deyirdim. Onun 4 ay öncə həyat yoldaşı dünyasını dəyişmişdi. Balaları qalırdı. Ona görə bu söz işlətdim. Nə deyə bilərəm? Deyir, uğrunda ölən varsa vətəndir. Bəli, biz evlatlarımızı vətəni sevmək ruhunda böyütmüşük. Vətəni sevməyən insan olmaz. Heç vaxt. Mən burada oturan şagirdlərə də onu tövsiyə edirəm. Vətəninizi sevin, ananızı sevin, müəllimlərinizi sevin. Dildə yox, əməldə sevin. Mən bir qarşıya çıxmaq istəyirəm. Hər bir ana kimi mənim də acım çox ağır olub. 8 noyabr günü səhərə yaxın idi. Mənim oğlum 26 oktyabrda şəhid olub, onu da qeyd edeyim. 8 noyabrda mən gördüm ki, küçədə musiqi səsləri gəlir, yatmamışdım. Hər kəs bizə tərəf yollanır. Şəhid anası gözlərin aydın, vətən qələbə çalmışdır. Mənim evimə tərəf gəldilər. Mənim bir gözüm ağlayırdı, bir gözüm sevinirdi. Bilmirdim ağlayım, bilmirdim sevinim. Amma nə yaxşı ki, bizim balalarımızın qanı yerdə qalmadı. Onlar qalib ordunun, qalib əskəri kimi üzü ağ vətənləri qorudular. Bugün bizi bura dəvət edən müəllimlərə, məktəbin tədris müdürünə mən təşəkkür edirəm ki, bizi hər an xatırlayır. Çox sağ ol deyirəm, sağ olun. Məktəbin hörmətli sevgi müəllim və müəllim kollektivinə, uşaqların
Çox sağ ol deyirəm ki, biz şəhid ailələrinə diqqət edirsiniz, dəyər verirsiniz və minnətdarlığımı bildirirəm. Artıq xalqım 5 ildir Zəfər gününü qeyd edir. Mən bu münasibətlə sizlərin hər birinizi təbrik edirəm. Zəfərimiz daimi olsun. Biz analara ağrılı, acılı olsa da, evlat tutmuş olsaq da bizə təsəllimiz qürurdur. Allah şəhid bağlarımızı məqamımız eyləsin. Mən burada qazi qardaşlarımızı görürəm, bağlarımızı görürəm. Onlar da canlı şəhiddirlər. Bizim övladların onlar canlı şahididirlər. Allah onlara can sağlığı versin, Allah onlara şəfa versin. Bizim bağlarımız ana yoxdur, vətən, torpaq, xalq deyib sinələrini önə verdilər. Allah deyiləm, ruhlarını şad eləsin, məqamlarını uca eləsin, analara bol-bol səbir versin və hər birinizə təşəkkürümü bildirirəm, çox sağ olun. Bir də biz tövsiyəm uşaqlaradır ki, şəhidlərimizin adını daimi uca tutun. Və sizə çox sağ ol deyirəm, sizə dərslərinizdə uğurlar arzulayıram və hər zaman valideynləriniz sizlərlə fəxr eləsin. Çox sağ olun. Sağ olun. Sabahınız xeyir. Mən bütün təbrik iştirakçılarını başda Sevgi müəllim olmaqla bütün müəllimləri salamlayıram. Mən şəhid Xaliq Əzbədənin anasıyam. Xaliq bu məktəbi sinifdə oxuyub, bu məktəbdə oxuyubdur. Bu məktəb mənim üçün bütün tədbirlərdən əzizdir bu məktəbin tədbiri. Mən elə bil ki, Xaliq 2016-cı ildə Aprel döyüşlərində şəhid olub 4-ündə. Mən Xaliqin yanına getmişdim bayramda. Yanından 7 gün idi gəlmişdim. Xaliq oradan cəbhəyə gedib heç bizə demirdi, heç vaxt. Yoldaşım elə gəlirdi ki, ya Xaliq sən geliyibdi. Dedim ki, hə gəlib. Amma yoldaşıma o 4 gün içində heç vaxt zəng eləmirdi. Bir mənə zəng edirdi, mən ölərdim. Mən başa düşmürdüm ki, Xaliq cəbhədə, müharibədədir. Axırıncı günü Xaliq zəng elədi ki, mama, baxdım ki, tələsiz deyim, Xaliq nə olubsa? Dedim, ama heç nə olmayıbdı. Burada telefonumun zaritkası qutarır, olar saat 1-2-3 gün zəng eləmərəm, narahat olma, hamama. Dedim, yoxsa sən müharibəyə gedibsə, deyim, yox, bana nə getməmişdir müharibəyə. Sən demə, Xaliq 4 gündə müharibədəymiş. Həmən gün elə dedi ki, mama, baxın, narahat olma, ha, elə 10 da telefona qoy verdi. Səhər ayın 5 Xaliqin xəbəri, şəhidlik xəbəri. Mən balamla düzdür, bax edirəm, amma heç bir ana baladağı görməsin. Baladan ağır dünyada heç nə yoxdur. Allah bütün şəhidlərimizi, biz şəhidləri seçməyək, heç vaxt sevməyək. 44 günlük şəhidlər də, Aprel şəhidləri də, 90-cı il şəhidləri də, hamısı bizim balalarımızdır. Heç vaxt biz analar bu şəhidləri bir-birindən seçməyək, heç vaxt. Bala baladır. Allah bundan belə heç bir Azərbaycan xalqının bir də şəhid verməsin. Axırıncı olsun. Siz də çox sağ olun, bizi bu tədbirə çağırdığınız üçün. Biz balalarımızı nə qədər ki, yaddan çıxartsalar, o vaxt bizim balalarımız, bizim balalarımız sağda şəhiddir. Bizim balalarımız heç vaxt ölməyibdir. Çox sağ olun, minnətdarım sizə. Əziz şəhid valideynlər, əziz analarımız, hörmətli 116 nömrəli məktəbin müəllim və tələbə heyəti. Mən başda xanım direktor olmaqla hər birinizi salamlayıram. 44 günlük vətən müharibəsi Azərbaycan xalqının zəfər tarixidir. 44 günlük müharibəmiz bizim nəinki düşmənə qarşı, Azərbaycan xalqını, Azərbaycan
dövlətini istəməyən bütün yad dövlətlərə qarşı olan müharibə idi. Biz bu müharibədə bir daha sübut etdik ki, Azərbaycan xalqı, Azərbaycan dövləti hər an öz torpağını, öz suverenliyini müdafiə eləməyə hazır bir dövlətdir. Vaxt var idi, biz tarixi kitablardan oxuyuruq. Amma zaman yetişdi, bizim şəhid qardaşlarımız, qəhrəman əsgər və zabitlərimizin sayəsində biz o tarixi özümüz yazdıq. Və indi bütün dünya sözün həqiqi mənasında, sözün əsl mənasında bütün dünya bizim bu zəfər tariximizi oxuyur, araşdırır və maraqlanır. Bu Azərbaycan xalqının zəfəridir. Bu siz anaların zəfəridir. Hörmətli xanım direktor, mən sizə bir daha sonsuz minnətdarlığımı bildirirəm. Belə vətənpərvərlik mövzusunda tədbirləri təşkil etdiyinizə görə sizə can sağlığı diləyirəm. Qarabağ Azərbaycandır. Yaşasın Azərbaycan. Hər birinizi salamlayıram. Başda şəhid anaları olmaqla hər birinin əllərindən öpürük. Sonra bu şagirdlərimiz, Allah onlara can sağlığı versin. Gördükcə insanı fərəhləndirir, qürurlandırır. Mən əvvəl dedim çıxış edə bilməyəcəm, amma bunların çıxışı o qədər təsirli idi ki, başqa direktorumuz olmaqla bütün bunları hazırlaşdıran müəllimələr, bunlar kimi əziyyət çəkən valideynlər hamısına Allah can sağlığı versin. Belə gözəl övladlar yetişir. Biz əvvəl müharibədə olanda fikirləşirdik ki, yəni